Pakistanın prezidenti Bakıda. Türkiye prezidenti Bakıda, amma mən o Bakıdakı paradla bağlı deyirəm də gedə bilmirəm. Getmək istəyərdim. Kimdən gedəsən, hansı üzlə gedəsən? Koçaryan oradan, Sarkisyan buradan. Xeyrə gedəmirəm, şərə gedəmirəm. Ayarıqdır, Rubendir, vaxtında cəhənnəm olub Qarabağdan gedərdilər, indi paradda biz də iştirak edərdik. Baş yoxdur axı. Mən niyə günahkar çıxardırsın? Mən də sizin üçün çalışıram da. Hələ Koçaryan oğlu, xəstə. Kimsə nəsən? Dədən kimdir? Gedib Bakıda paradda iştirak eləsək nə olacaqdı? Şəxsən öz adıma deyərdim, orada olmaq mənə ləzzət eləyərdi. Ay kişi 2 gündə elə bizə buğda göndərsə, yoxsa acından qırılacaqdıq, Ay qardaş, erməni olanda nə olar? Belə özünüzə gəlin, Siz başa düşürmüsünüz ki, mən o sülhə qol çəkməsəm, indi parad Bakıda yox, İrəvanda keçirilirdi. Nə Qarabağa, Qarabağ onların, dağıllı olun, getdi.